Tofiq bəy, canlı yayımdasınız. Tamam. Hoş gördük. Koyun bir de geçeri kesin. Yok. Yok, elici otur, hiç olmasa. Gel. Biraz kabağa gel. Kabağa gel. Ayakkabını son. Bir de gidiyorsun. Geçiştin. Koy çeksin. Artık bir stolu sayfa geçebilirsin olur. Hoş gördük. Görebilmem ama herhalde hoş gördük. Solmaz. Olmaz. Almasa tutarıq. Sen tutmuşsun biraz. Sorularınız varsa buyurun. Hazır uşaqlar. Hamı hazırdır. Buyurun hazır. Tofiq bəy bu günlər nə baş verdi? Bugün İlham Əliyev öz yırtıcı sifətini göstərdi. Məlum oldu ki, o insanlıqdan da uzaqlaşıbdır. Deməli, Salih Rüstəmlinin qanunsuz həbsinə etiraz olaraq onu azadlıq tələb eləmək məqsədi ilə bugün saat 15-də Fevral meydanına dinç etiraz aksiyası təyin edilmişdi. Mən də düz saat 3-də gəlmişəm ora. Ora daxil olan kimi yəqin gördünüz, orada jurnalistlər vardı, çəkirdilər. Qolumu vurdular, maşına saldılar, elə mindirənə qədər də bacardıqca vurdular zərbələr. Gətirdilər məni 39-cu polis bölməsinə. Sonra orada xeyli, yəni həmin aksiyadan tutulmuş insanlar var idi. Onlardan ayırdılar məni ayrı bir otağa. Sonra söhbətlərdən başa düşdüm ki, Banda Dildən ayrıca qrup gəlibdi mənimlə məşğul olmağa. Onlar gətirdilər məni, deməli, o oturduğum otaqdan çıxartdılar və məlum oldu ki, onlar da məni otaqdan çıxardanda polis bölməsində olan o tutulanları da kənarlaşdırdılar ki, onlar görməsinlər. Saldılar bir otağa, deməli, qollarımı, 19 oktyabrda olduğu kimi, qollarımı qandalladılar arxadan, başıma polietilin torba keçirdilər və amansızcasına döyməyə başladılar. Mən də baxdım, ölürdüm də, nəfəs artıq. Bir təhər dişimlə torbanı biraz didən kimi eldim, nəfəs gəlsin, yapışırdı sifətim, sifətimə nəfəs da, orada oksigen qalmamış da, yəni bax, belə bir vəziyyət idi. Sonra da elə da mən təxminən belə huşsuz bir vəziyyətim, yarım belə huşlu bir vəziyyətdə idim. Sürüb atdılar bir maşına, oturdular, qollarım qandallı. Bilməm, indi izi qalıb mı, qalmayıb, mən görmürəm nəsə. Və yol boyu deməli qandallar kəsir, üstündə oturublar kəsir və yol boyu da vura-vura. Gətirdilər, mən də bu maşınların səsindən zaten torba da başımda. Torba da başımda, amma onda torba belə aşağıdan nəfəs almaq olurdu, yəni sıxmamışdı. Amma polis bölməsində tam sıxmışlar belə. Mən elə bildim, boğub öldürəcəklər. Düzü, mən ölməyə hazır idim, zərbi ilə, tapançı ilə, nə biləm, amma boğulub ölmək mənə biraz dəhşətli gəlirdi. Nəysə, yolun hiss elədim, maşın səsləri azaldı və hiss elədim, şəhərdən çıxıb harasa gedirik və yolun bir yerində saxladılar, torbanın başından çıxartdılar. Bu, belə deyək də, Səngəçala çatmamış belə bir ərazi olardı. Ani olaraq, çünki onda onlar şəklimi çəkdilər və yol boyu da tələb edirlər ki, mən onların kamerasına deyim, ya söz verim ki, daha mən bu mübarizədən əl çəkirəm. O xəsarətlərimi və kiməsə göndərdilər və oradan da məlum oldu ki, deyirlər ki, azdır. Dedilər, yox, testdən keçmədi, yenə vurmaq lazımdır. Onlardan birinin adı Rəşad idi. Rəşad, çünki ona Rəşad deyirlər. Çaşdılar sonra, at çəkmirdilər. Sonra qandalları açanda, aça bilmirlər, dedi Rəşad gəl aç. Onda bildim ki, adı Rəşaddır. Yer gəlmişkən, mülkü maşını idi, arxa nömrəsini çıxartmışlar. Deyəcəm nədən bildim onu.
Ha, gətirdilər, mən indi belə orientiri tutmaq istəyirəm. Ara maşın silkələnəndə belə başımı qaldırdım. Bir an içində belə qabağı görə bilirdim. Özdə salondakı güzgünü də çevirmişlər. Peşəkar idilər ki, oradan güzgüdən sürücünün üzünü görməyim də, bax belə. Yəni mən birdən görə bilərəm. O içəridə salonun güzgüsü olar, arxa pəncərədən baxmaqdan ötürü. Və mənə elə gəlir ki, Ələt qəsəbəsinin o Salyana təzə Astara yoluna döndülər və xeyli gedəndən sonra mən indi bilə bilmirdim. Baxdım ki, maşın 180 dərəcə çevrildi. Orada hardasa da o yol üstü körpü keçid zat var. Bax oradan fırladılar, orada düşürdülər maşından, torbanı çıxartdılar. Bax onda gördüm ki, maşının nömrəsi yoxdur. Arxa şey və orada yenə amansızca döyməyə başladılar ki, yəni izlər çox qalsın, bax belə. O maşının əgər şeysə, mən də bilə qolumdakı qandal onun arxa qanadını cızmalı olmalıdır. Belə çünki mən vuranda maşına yıxıldım, bir də dartanda o belə cızıq səsi eşitdim, bəlkə də cızıldı, amma sürücünün adı Rəşad idi. Bax, orada yenə kifayət qədər, nə qədər amansızla döyüblər, tələb eləyiblər ki, bir kəlmə denən ki, çəkilirəm bu yoldan. Yox, sonra yenə oradan torbanı keçiriblər başıma, gəlmişik, bilmirəm harasa, sonra baxdım, hansısa maşınla danışırlar, bir maşın gəldi, bunlardan qabaqda dayandı, orada da bunlar maşından düşəndə biri qalmışdı, biraz görürdüm ki, qabaqda bir maşın var, nəsə danışdılar telefonla, nə bilim nə. Sonra Mitsubishi pick-up maşın gəldi, onu oturtdular, məni ona keçirdilər. Yenə başında torba, sonra baxdım maşın yoldan çıxdı, magistral yoldan çıxdı, kələ-kötür yolla gedir, bilməm, indi mənə uzun gəldi, bilməm nə qədər. Bir də o yerdə çıxartdılar ki, baxdım çöldür, heç yerdə nə yaşayış məntəqəsi, nə elektrik dirəkləri, nə maşın, heç nə görünmür. Bax, belə bir yer, kollar, zatlar, belə bir yer var idi. Düşündüm, yəqin indi öldürüb bura atacaqlar, nə bilim nə. Qandalları açamırlar, işgəncə verirlər, o qandallar da oradan açarları açmırdı, nə bilim nə qədər elədilər. Axır zülmlə, bəlkə bir yarım saata birini bir təhər açdılar, sonra da o birisi açılmır, açar əyilir, gedirlər, açar da qırılmaq üzrə, nəsə aça bilmirlər də, bax, peşəkarlıqları yoxdur da, bax, görsün belə. Deməli, orada bir maraqlı epizod da deyim, mən ağzım qurumuşdu, su istəyirdim, dedim su varmı? Onlarda da bir plastik qab var idi, belə yarım litrlik su, onun dibində biraz var idi, onu içdim, sonra da kutuyu da götürüb cibimə qoyuram, deyir, niyə qoyursan, deyir, zibilləmək olmaz axı, gülürlər, çatmır da onlara ki, yəni, mən çünki zibili heç vaxt yer atmıram, tayqada da olsam atmaram. Onu gətirdim. Oradan sonra xeyl orada yenə hədələr, belə pis olacaq, daha pis olacaq, qutarın, bizim möhtərəmimiz, prezidentimiz belə mənasız, səfih, səviyyəsiz söhbətlərdən sonra bir də gətirdilər məni, düşürdülər, məlum oldu ki, bu Ələt qəsəbəsidir, mən bilmirdim haradır, düşürdülər, maşını fırıyıb getdilər, baxdım, işıq var, şey var. O sunun qutusunu, orada bir market var idi, Telman market idi, nə market idi, onun qabağında atdım, soruşdum, bura haradır, dedilər Ələt qəsəbəsi, bir nəfərdən telefon aldım, telefonundan istifadə elədim, Nigara zəng elədim, məsələni dedim, bax belə, sonra da dostlar gəldilər, qarşıladılar və mən çıxdım, gəldim evə, bax bu qədər, nağıl bundan ibarət, mübarizəyə davam, heç nədən çəkinmək olmaz. Salih Rüstəmli azadlıq tələb eləməliyik. İnsan indi sabah 27-ci gün olacaq. Bu çox faciəvi bir durumdur. Bir an dayanmaq olmaz. Mübarizə getməlidir. Və mənə elə gəlir ki, bu mənim şəxsimlə bağlıdır. Ölkədəki vəziyyəti sübut eləyən çox ciddi hadisədir. Mənə elə gəlir beynəlxalq aləmdə bu faktla bağlı suskun qalmayacaqlar, özü qabaqdan demokratiya sammiti gəlir, Brüssel görüşü gəlir, şərq tərəfdaşlığı zirvə toplantısı. İndi nə üzlə gedəcək, nə deyəcək? İlham Əliyev deyəcək, yalandır, boş şeydir, nə bilim nə, bilmirəm valla. Bax belədir və indi gözüm heç nə görmür. Keçirməmişdən əvvəl görürdünüzmü kim idi vurmaq istəyənlər? Deməli, sonra gördüm onları, gördüm. O çöllükdəki şey eləmişlər, maskalar, amma onda elə
o qədər halsız haldaydım. Həqiqətən də bax. Mülki geyim dedilər yoxsa forma? Mülki geyimdə. Təbii mülki geyim dedilər. Bilərəkdən gözlərinizə vururdular. Məntiq. Yox, hər başıma vururlar, bədənimə vururlar, amma bunu məhz İlham Əliyevə göstərmək üçün, Vilayət Eyvazova göstərmək üçün tapşırıqdır. Yəni belə özüm eşdə deyirlər ki, yox, testdən keçmədi, əlavə eləmək lazımdır. Bu qədər. Necə düşünürsünüz? Belə nümayişkana şəkildə sizi vurublarsa, bu cəmiyyətdə qorxu yaratmaq üçün... Təbii, o var, amma xeyri yoxdur. Laf tutaq ki, mən tutaq ki, o həddə gətirə bilərlər, uzaq başqa bir intihar edərəm. Mən heç bir halda təslim olmaram. Mümkün deyil. Bu oğru, quldur rejimə, bu qeyri-legitim İlham Əliyev hakimiyyətinə mən heç vaxt boyun əymərəm. Amma indi tutaq ki, insan orqanizminin bir həddi var, bir dirəniş imkanı var. Tutaq ki, o həddə gətirərlər, mən belə rəzil yaşamaqdansa gedib intihar edərəm. Belə deyək, qanımı da tökərəm İlham Əliyevin üstə. Hərçənd ki, elə şey fikirləşmə. Yəni deyirəm, tutaq ki, yenə nəsə eləsinlər. Amma baxın, Azərbaycan gör nə gündədir. Buna cavab verəcəklər. Hamısı cavab verəcək. İlham Əliyevdə, Vilayət Eyvazovda, o icraçılarda mütləq onlar ancaq bir şey xilas edə bilər ki, tutaq ki, ölüb gedirlər, daha onların məsuliyyəti qalmır. 5 il, 10 il fərqi nədir? Mən düşünürəm ki, tez olacaq. Cavab verəcəklər. Bax belə, məsələn. Sizi maşında video lent alırdılar, kamerayla çəkirdilər. Telefon tuturdu, indi bilməm, video çəkirdi, xeyli tuturdu. Yəni hiss edirdim, həm video çəkirdi, həm foto çəkirdi. Bilmirəm. İndi bax durub deyəcəklər, mən onlara da dedim. Deyirəm ki, bax siz polis bölməsində dedim, onlara da dedim. Bax deyirəm, siz qandallı adama döyməyə qəhrəman sayırsınız da özünüzü. Amma indi o kişi, siz sabah indi sorularında deyəcəksiniz, yox elə şey olmur. Cəsarətiniz çatın, deyin ki, vurmuşuq, döymüşük, əcəb eləmişik. Bax deyirəm, sizlə bizim fərqimiz odur. Siz məni burada məcbur edirsiniz, mən yenə sözümlə dönmürəm. Amma sabah bu məsələ sorğulananda deyəcəksiniz, yalandır, böhtandır, belə bir şey olmayıbdır. Siz özünüzə Salih Rüstəmli kimi acıq aksiyası keçirmişsiniz, hepsinizə etiraz olaraq. Ümumiyyətlə, niyə görə aksiyada sizə qarşı? Bir yönü deyirəm, indi bax, yaxşı ki, bu video kameralar var. Mən heç bir, məni tutmağa çalışanda mən şüarlar səsləndirdim. Amma mən meydana gəlmişəm, mən necə seyr eləmək istəyirdim ki, görüm nə baş verəcək, necə olacaq da belə. Elə mən yaxınlaşdım, elə heç bir dəqiqə keçmədi. Bir dəqiqə keçmədi. Elə yaxınlaşan kimi, yer gəlmişkən, mən hələ oraya yaxınlaşanda Nəsiminin heykəlinin yanından mən hiss elədim, elə oradan 2 nəfər mülki geyimli arxamla gəlirdilər mənim. Ta düz fəvvarələr meydanına qədər mən indi belə dönəndə eləyəndə gözaltı baxırdım. Onlar məni gördülər, keçdilər, istiqamətlərini dəyişdilər, mənim arxamla gəlməyə başladılar. Elə görünüşlərindən də bilirdim ki, mülki geyimli hüquq mühafizə orqanlarının əməkdaşlarıdırlar. Ehtimal edirsinizmi ki, bundan sonra yəni açıqlama olacaqsa dövlət tərəfindən bildirə bilərlərmi ki, bundan öncə də daha doğrusu baş veribdi? Özünüzə xəsarət. Deyərlər də bunlar o qədər həyasızdır. Yəni bunların durub demir ki, bizdə nə bilim yoxsulluq 6%-nə düşübdür, nə bilim seçki ədalətli keçir. İlham Əliyevə nə var? Yalan danışmaqda heç bir kompleksi yoxdur. Hüquq mühafizə orqanları olsun. İndiyənə qədər mən polis bölmələrində o qədər işgəncə görmüşəm. Nə bilim çağırmışıq, vəsatət qaldırmışıq, prokurora şikayət eləmişik. Araşdırıblar, heç biri təsdiq olunmuyor. Heç biri. Bax, axırıncı 19 oktyabr mitinqində təsəvvür mənə nə qədər işgəncələr vermişlər orada. Nə qədər. Nə olsun, şikayət elədik, düz indi o işi biz aparırıq Avropa məhkəməsinə. Ekspertizada da rəy verdik, heç nə yoxdur. Orada nəsə bir göyərti var, orada bir nəsə var. Bu da 4-5 gün bundan əvvəlki tarixə təsadüf edə bilər. Güya ki, mən elə yaralı halda, ya zədəli halda gəlmişəm. Onlar nə var, həyasız şeylər. Deyərlər, Tofiq Yaqublu belə gəlmişdi, deyə bilərlər. Zaten din açıqlama verib də ki, Tofiq Yaqublu'nun dedikləri əsassızdır, polis bölməsində işin baş verib. Polis bölməsində baş verib də. İndi dindir da, nədir bu? Bunlarda nə qabiliyyət var, nə ləyaqət var, nə vicdan var. Polis bölməsindən bağlı sözün kəsin bir şey deyim. Biz polis bölməsinə gedəndə halbuki atanı məndən öncə həbs eləmişlər, məni sonra həbs eləmişlər. Amma biz 39-cu polis bölməsinə gedəndə ilk öncə mən getdim, məndən bir 4-5 dəqiqə sonra atanı gətirdilər və o normal vəziyyətdə idi və onu indi bu illərin təcrübəsi var artıq. Biz gələndə atanı başqa biraz uzaq otağa apardılar ki, bəs izahat alacaq. Mən indi fikirləşdim ki, indi yəqin ki, Tofiq Yaqublu ilə özəl danışarlar, onun üçün belə. Amma şübhələnmişdim və mən getdim otağın yanına ki, bəs orada olum. Orada
kapitan var idi. Adı yadımda deyil təəssüf ki. O dedi ki, yox narahat olmayın. Biz izahatını alıb izahatını alırıq. Burada siz gedin o tərəfdə gözləyin. Sonra biz həmin bölmədə olanları bölmənin girişinin sol tərəfinə, girişin sol tərəfində yerə apardılar və qoymadılar bu tərəfə gəlməyə. Həmin anda da mən biraz bu yana gəlmişdim, ortada. Otaqdan səsi eşitdim. Belə də nəsə şaqqıltı düşür yerə, nəsə belə. Çünki gördüm, o əməkdaşlar da boylanır, baxır. Mən bildim ki, birinci başa düşmədim. Çünki atanı otaqda bilirəm hələ. Bilirdim ki, o otaqdadır. Mən elə başa düşdüm ki, yəqin ki, orada nəsə təmizləyirlər, eləyirlər, nəsə təmizlik işi görürlər, onun səsi. Sonra ata deyəndə ki, məni həmin bölmədə döydülər, işgəncə verdilər. Yəni, sonra mənə aydın oldu ki, demək, həmin otaqdakı o işgəncə sadəcə bizi oradan uzaqlaşdırdılar ki, biz səsi eşitməyək. Çünki istəmirdilər ki, nəsə olsun, mən eşidim, orada reaksiya verərəm falan. Ona görə bizi xeyli uzaqlaşdırdılar. Mən hətta bölmədən çıxanda belə elə bilirdim ki, ata polis bölməsindədir. Yəni, onlar deyir ki, narahat olmayın, birazdan buraxacaq falan. Yəni, sonra artıq hər şeyi özünüz bilirsiniz. Mehman bəy, siz... Bəli, bəli. Tofiq bəy, tibbi komissiyadan keçərsizmi və yaxud həkimə gedərsiniz? İndi bir də təəccüb, bax, təsəvvür edər, mən indi kamera qarşısında özümü möhkəm tutmaq istəyirəm, bax, doğrudan beynim dağılır bu dəqiqə. Çox bir şey, gözümü görmədim. Gəlibdir, təbii. Seymur çağırıb mı? Başqa hansı nahiyənizdə xəsarət alırsınız? O yıxıb, belim, qıçlarım, nə bilim, başım, o işəlimi vura bilmirəm. Vurublar da, hara imkanları çatıb. Sabah bizdən gedəcək. Həmin hadisə zamanı nə düşünürdünüz, nə deyirdiniz onlara? Yox, düzü, siz necədir, mən durum deyim ki, orada qışqırırdım, istefa, nə bilim, belə, yox. Mən düşünürdüm ki, məsələn, dedim, yəqin öldürəcəklər də, indi o 19 oktyabrdan sonra deyəcəklər, nə bilim, ürəyi tutdu, nə bilim, belə şeylər, mən onu fikirləşdim. Sonra çölə aparanda fikirləşdim, yəqin burada öldürəcəklər. Amma sadəcə mənə deyirlər, bunları deyib, bundan imtina elə, mən deyirdim, yox. Çalışırdım suallara cavab verməyim, mən bilirəm ola, suala cavab verirsən, o da sözdən tapır, bir əlavə şey deyir, nə bilim, şey deyir, amma mən cavabsız buraxırdım çoxunu, amma deyərsəmi, deyirdim, yox, deməyəcəm. Bax, belə. Gözlərinizi açaq bilirsiniz, nəsə ümumiyyətlə görürsünüz? Yox, gərək belə belə. Yumandan sonra açılmır, gərək yenə əlimdən açım. Həkimlə görüşmüsünüz, yoxsa hələ görüşməmisiniz? Kimlə? Yox, heç nə. Elə oradan Əlifdən gəlib, bir başqa bir gəlmişik. İndi təcili yardım çağırdı, təcili yardımı gözləyirik, gəlsin. Heç olmasa ilkin olaraq müdaxilə eləsin. Sabah artıq çox gec olduğunu, sabah səhər tezən artıq mütləq həkim kompüter tomoqrafiya olunmalıdır, mütləq. Həkim kontrol müayinəsindən keçməlidir. Bax, belə.